The correct variant, doğru variantı seçin. The weather is terrible. Let's go for a picnic now. Hava dəhşətdir, yəni pis mənada dəhşəti nəzərdə tutduğumuz üçün indi piknikə getməliyik. Cümlələr arasında məntiqi cəhətdən əlaqə yoxdur, mənasızdır. Yəni ikinci tərəfdə yazılmalı. He enjoys swimming in cold water. He hates cold places. O soyuq suda üzməkdən zövq alır. O soyuq məkanlardan nifrət edir. Yenə məntiqi cəhətdən əlaqə düzgün deyil. The movie is so exciting. I feel sleepy while watching it. Film elə həyəcanlı, yəni maraqlı idi ki, mən onu izləyərkən yuxulu hiss edirdim özümü. Yenə məntiqi cəhətdən düzgün deyil. I love this book. I think it is the most boring book I have ever read. Mən bu kitabı sevirəm və düşünürəm ki, indiyə qədər oxuduğum ən can sıxıcı kitabdır. Sevirəmsə can sıxıcı kitab deməzdim. Y variantında this restaurant is popular. Many people come here every day. Bu restoran məşhurdur. Hər gün bir çox insanlar bura gəlir. Düzgün cavabımız məntiqi cəhətdən əlaqəyə görə Y variantında göstərilmişdir.